Səhnəyə çıxanda elə çıxdım ki, elə bir o 100 nəfər mənim qarşımda yox. Babayev Əlisə, 17 yaşım var, 10-cu sinif şagirdiyəm. Uşaqlıqdan demək olar ki, həvəsim var idi. Uşaqlıqdan kinolara baxdıqca deyirdim, özümü orada görmək istəyirəm. Çılğın sinif filmi qabağıma çıxdı. Oradan baxdım, gördüm Azərbaycan Film Akademiyası falan. Elə maraqlandım, gördüm ki, mənə görə müsbət yer buradır. Ən yaxşısı bura müraciət edeyim. Elə burada müraciət elədim. 2 dənə tamaşada oynamışam, 3 dənə skeç, bir dənə film idi, bir dənə də diplom işim idi. İndi hal-hazırda 3 dənə tamaşada varam və məşqlər gedir. Etüd mərhələsi ilk özdə səhnəyə çıxmaq idi. Ondan sonraki komplekslərim qırılmağa başladı yavaş-yavaş. 6 aylıq demək olar ki, ən sevdiyim proses olur, yəni tamaşa. Adətən özümə söz vermişdim ki, özümü itirməyəcəm. Səhnəyə çıxanda elə çıxdım ki, elə bir o 100 nəfər mənim qarşımda yox. Sadəcə rolumun fikrində olmuşdum. Mənə biraz çətinlik gəldi, çünki improvizə eləməkdə çətinlik çəkirdim. Amma skeç mərhələsi keçdikdən sonra demək olar ki, o improvizə mərhələsi də yəni düzəldi, yəni söz bazam da artdı. Mən əvvəl hara gəlirdim, yəni sakit otururdum. O dərəcə bir kompleksli bir insan idim. Amma bu akademiyaya gəldikdən sonra komplekslərdən azad oldum. Çox fərqlər də oldu. Mənə də gəlirdi ki, hə, bir dənə kamera önündə çəkiləcəm, şübhə yox. Amma bu işin prosesin içinə girəndən sonra özün də görürsən ki, çətinlikləri çoxdur. Mən buranın məzun tələbəsi kimi demək istəyirəm ki, kiminsə fikrinə qulaq asmayın, kimsə sizə nəsə deyirsə fikir verməyin. Məqsədləriniz varsa həmişə də arxasında getməyə çalışın.